O vaxt ki, o vaxt yaxşılıq və itayət yolunda sərf olunmur. İbnül Qayyim rahimehullah deyir ki, bu vaxt zay vaxt sayılır və heç bir faydası da yoxdur. Ümumiyyətlə, sələflər deyərdilər ki, vaxt əslində insanın ömrüdür. İnsanın həyatıdır, insanın cüzüdür, insanın hissəsidir. Deyərdilər ki, yəbnə Ədəm, ey Adəm övladı, sən vaxtsan. Kulləmə zəhəbə yevmun, zəhəbə ba'duk. Hər dəfəsində səndən bir gün gedəndə səndən bir cüz gedir. Elə bil ki, insan vaxtdan ibarətdir. Onun hər günü keçəndə, elə bil ki, onun özündən bir cüz ayrılır. Və bu cür insan şam kimi əriyə-əriyə gedir. Ona görə sələflər deyərdilər ki, İzə arafta ən ta'rifə aqlər racul fanzur ilə vaxti. Əgər bir insanın ağlı səviyyəsini bilmək istəyirsənsə, onun vaxtına bax. Gör, vaxtını necə dəyərləndirir. Və bilirsiniz ki, vaxt, qiyamət günü, necə ki, hədisdə gəlib, bəzi şeylər var ki, o şeylərdən soruşulmadıqca insanın ayağı hesab meydanından götürülməyəcək. O şeylərdən birisi də vaxtdır. Ki, o vaxtı necə, nə formada və nəyə sərf elədin. Və xüsusən qardaşlar, indiki dövrdə vaxt oğruları çoxdur axı. Ən böyük vaxt oğrusu nədir? İnternet. Ümumiyyətlə, internet aləmi, istər telefon olsun, internetə bağlı olan hər şey, bunlar hamısı vaxt oğrularıdır. Həm də vaxt elə bir neymətdir ki, necə ki bir hədisdə gəlir, yəni bəzi şeylər var ki, insan o şeylər gəlməmişdən qabaq onun qədrini bilməlidir. Məsələn, ölüm gəlməmişdən qabaq həyatın qədrini bilməlisən. Qocalıq gəlməmişdən qabaq cavanlığın qədrini bilməlisən və məşğuliyyət gəlməmişdən qabaq boş vaxtın qədrini bilməlisən. Nəinki boş vaxt, ümumiyyətlə vaxtını düzgün dəyərləndirməsi. Bu, əslində, yəni ağıllı müsəlmanın, əslində həqiqi müsəlmanın vəsfidir. Xüsusən də ki, indiki dövrdə. Görsən, cahillər deyir, gedək, vaxtımızı öldürək. Bu müsibətdir. Onsuz da sənin vaxtın ölüb. Onsuz da diri deyil. Bunu sən demə, gedək vaxtımızı öldürək. Denən ki, gedək vaxtımızı bastıraq. Onsuz da bu ölüb çoxdan. Vaxtı diri tutmaq lazımdır. Və vaxtı diri tutulması həm də qəlbin diri tutulmasıdır. Özünüzdə yoxluğun görəcəksiniz. İnsan vaxtını necə dəyərləndirir, birbaşa onun qəlbə təsiri var.